Mövzumuza keçid etmədən öncə növbəti dəfə çağırışımı sizlər üçün səsləndirmək istərdim. YouTube kanalı canlı şərh bölməsində aktivliyinizi unutmayın. Fikirlərinizi, rəylərinizi, suallarınızı yaza bilərsiniz və biz mütləq şəkildə efirin gedişatı boyu həmin fikirləri, sualları oxuyuruq və dəyərləndirməyə çalışırıq və təbiidir ki, verilişimizi bəyənərək paylaşaraq bizim həm də daha geniş auditoriyada izlənməyimizə də təkan verə bilərsiniz. İkinci bölməmizin mövzusu İranda baş verəcək proseslərin gedişatı boyunca, ssenari boyunca Təbrizin verəcəyi reaksiya nədən ibarətdir? Sualın araşdırması üzərinədir. Məlum məsələdir ki, Təbriz sadəcə sıradan bir coğrafi bölgə deyil Cənubi Azərbaycanda, həm də bir inqilabın mərkəzi rolunda hər zaman çıxış edib və o baxımdan da hazırki gedişat əlbəttə ki, həm də Tehranın çöküşü ssenarisini də qüvvədə saxlamış olur. Bu reallıqlar hal-hazırda ən azından bu ehtimalı gücləndirmiş olur ki, belə olduğu təqdirdə Cənubi Azərbaycan soydaşlarımızın mərkəz elə Təbrizin verəcəyi reaksiya nədən ibarətdir, hansı mövqeni onlar sərgiləməlidirlər? Bax, elə bu istiqaməti studiyamızın qonağı qəzeteci yazar Məsud Ara ilə müzakirə edəcək. Məsud bəy, xoş gördük sizi. Mən də sizi və Günəş TV-nin dəyərli izləyicilərini buradan xoş gördük və axşamınız xeyir olsun deyirəm. Buyurun. Axşamınız xeyir olsun. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Məsud bəy, bilirik ki, İran üzərində qara buludlar hələ də mövcud olmağa davam edir. Xarici təzyiqlər günü-gündən daha da intensivləşir. Artıq bir an məsələsidir bəlkə də İrana hərbi hücumların həyata keçirilməsi. Artıq daxildə də buna adekvat reaksiyaların verilməsi yönündə addımlar atılmaqdadır. Xüsusən də müxtəlif etnik qruplar arasında bir təşkilati bağların daha da dərinləşməsini biz görə bilirik. Elə türklər və kürdlər arasında olsun, bəlüçlərlə ərəblər arasında olsun. Bax, bu yaxınlaşmaların hansı bucağındadır Güney Azərbaycan? Bakın, gerçekten de bunu dikkat almamız lazımdı ki, tutalım ki Amerika İran'a saldırdı da hemen rejim aradan kaldırdı anlamına gelmir. Yani bu bir xəmirdir, su aparacaktı. Bu rejimin hele kalıntıları olacaktı. Hele bu senaryo ki Amerika-İran savaşı olursa bir olacak. Anlaşmasa ne olacak? Anlaşsa ne olacaktı? Tutalım anlaşsa ne olacaktı? Bu rejim zayıf şekilde ve ömrünü devam edecekti ve daha da baskıcı bir rejim olacaktı. Tamam, anlaşmadı ne olacaktı? Bu ambargolarla rejimi size söktürseler ne olacaktı? İran düşürse ne olacaktı? Biz aslında Tehran düşürse Təbriz ne edecekti? Başlığımız da budur. Tam bu senaryoya biraz dikkat getirmemiz lazımdır. Yine sizin vurguladığınız kimi başka etnikler, gruplar ve başka etnik gruplarında fərqli təşkilatların koalisyona girməsi, yəni işbirlik yapması ərəfəsində biz şahid oluruq. Yəni məsələn Kürdlərin birləşməsini görürük, Bərduşların fərqli qrupların birləşməsini görürük. Ya başqa ölkələrdən güc alsınlar, onlarla diyalog qursunlar, arxalarında onları görürsünlər. Hətta bəzi ölkələrin mənfəətlərini sizə görə biz bizi dəstəkləsəz, biz sizin istəkləriniz doğrultuda addım atarıq deyənlərə də biz bu günləri çox hızlı dərəcədə bunu şəkillənməsini görürük. Avrupadan, Amerikadan ta Afrikaya bile uzanan istekleri bulunan, İran'da bulunan adamların, şirketlerin, memleketlerin, devletlerin öz mətləri üçün bu günləri bölgəyə gəldiklərinə də şahid olur. Yəni fərqli adamlarla səfirlərini, nə bilim, adamlarını buralara göndərməklə Türkiyə, Azərbaycana, hər yer Ermənistana belə gəldiklərini də xəbərini alır. Bu nə nişan verir ki, hamı hazırlıqdadır ki, İran gələcəyində öz mənfəəti ya orada istədiyi dostlarını dəstəkləməsi, o coğrafiyada etki bırakması, İranın gələcəyində ya İranın parçalanmadan sonra o bölgelərdə etkisi olduğunu herkes buna indi yarışır. Deyirəm də, Avropadan Kürdləri dəstəkləyənlər var. Siz İran gələcəyində sizin arxanızda duracağıq və siz çox torpaq əldə edirik deyən ölkələr də var. Eyni dərəcə Güney Ərəblərə də bunun şahid oluruq. Bəluçlarda da bu məsələ vardır. Yalnız bölgə gücləri deyil. Məsələn, Əfqanistan, Pakistan, ya Ərəb ölkələri ya buna daxil deyil. Bütün dünyanın hamısı, az qısa uzaqdaşların əli daha da uzundur bu yaxındakılardan. Bu cəlib bir nöqtədir. Yəni Avropa, Amerikadakıların əli daha uzundur Əfqanistan, Pakistan, Azərbaycan, Ermənistan, Türkiyədən. Çox cəlib bir şeydir.
Və cəlib də onların da gəliblə bölünləri çoxları gəliblə Türkiyədə konumlanıblar. Yəni gəliblə Türkiyədə indilən dəftər dəstək qoyurlar ki, İran gələcəyində paylarını alırlar. Bu cür bir vəziyyətdə baxmayaraq ki, maalesef Güney Azərbaycan təşkilatları heç bir koalisyon qura bilməyiblər və ondan daha acınacaqlı durumda birisi 3-4 nəfərlik bir zəif bir təşkilat gedibdir PEJAK ilə birləşməyə. Diqqət edin, PEJAK-lar ki, bizim torpaqlarımıza gözü vardı. Qırmızı xəttlərini çizmədən, anlaşmadan onların yanında bayraq götürürlər. Başqa bir təşkilata baxsan görürsən ki, xalq müzahidləri ilə ki, onlar Cümhuri İslamdan daha da aşırı, daha da Türk düşmanlığının ilan edəməyib. Bir ikisi də gedib də görürsən onlarla çabalı ilə onlarla bir səfdə olsunlar və İranın gələcəyində güya onları dəstəkləməklə bunlar da bir para haqlarını əldə etsinlər. Və başqa bir yenə baxsın cümhuriyyətçilər ilə gediblər, onlarla koalisyon qururlar, onlar ilə. Yəni niyə gedirlər? Söz budur. Halbuki toplum olaraq, halbuki təşkilat olaraq, halbuki millət olaraq ən çoxunluq, ən aktiv, ən siyasi bizik. Halbuki buna baxmayaraq ki, Güney Azərbaycan türklərini dəstəkləmək amacı olursa, bütün ölkələri hamısını bir tərəfə qoysan, ən güclü ölkələr Türkiyə və Azərbaycan, Güney Azərbaycanın qulağının dibindədir. Bu qədər bizim mənfəətimizə, bizim gücümüzə baxmayaraq da, Nuriyə xanım, nə yaxşı, bunu bir sual ortaya çıxır, nə yaxşı biz niyə etki buraxamırıq və biz niyə paramparça hərəmiz birinin arxasıca gedirik ki, ondan heç bir bizim mənfəətimiz üçün heç bir addım atmayıblar, atmayacaqlar. Sonra bir zaman görürsən, ailəsən, görürsən ki, Bakıdan zəh vururlar bəzilərinə, buyur günən, gecin, sizin haqlarınızı Pəhləvidən biz alacağıq, gedin Ankarada görüşün, Pəhləviçilərlə işbirliyi yapın. Allah Allah. Niyə heç kəs demir ki, Güney Azərbaycan üçün bir iş yapın? Niyə heç kəs demir ki, Güney Azərbaycanlılar bir araya gəlmələri lazımdır? Niyə heç kəs bu çabanı göstərmir ki, və bizim gələcəyimizi biz ən azı geçsək də otursaq masada Güney Azərbaycanlılar koalisyonunu qurub gedib oturaq masada Pəhləvi ilə danışacaq. Bu da güclü olaraq. Amma tək bir nəfər geçsək, 10 təşkilatı, onumuz bərabər geçsəkmi güclü oluq, yoxsa təkimiz geçsək? Təkimiz geçsək, orada çay dağıdarıq da. Amma onumuz geçsək, orada bir özümüz ağırlığımızı ispat edərik. İstər müzahid ilə də otura bildik, elə PEJAK ilə də otura bildik, hər kəsinə otura bildik. Avropa ölkələrlə otura bildik, Amerika ilə danışmağa keçə bildik. Amma niyə geçə bilmirik? Çünki özümüz paramparçayıq. İndiki bu vəziyyət, Züleyxa xanım, durum bundan ibarətdir. Acınacaqlı bir durum budur ki, bizi özümüz bir araya gəlməyə hələ çaba göstərmirik. Hələ özümüz içində bir-birimizi həsb eləməyə çalışırıq. İran gələcəyində mən lider olacaq. İran gələcəyində Güney Azərbaycanda mən etkin adamam. Mən hamıdan çox zəhmət çəkmişəm. Mən hamıdan çox zindana getmişəm. Mən hamıdan çox mediatik çalışmalar yapmışam. Mən hamıdan çox araşdırmalar yapmışam. Davaları sürür bizdə. Bunu buradan televizyon vasitəsilə bütün içəridə eşikdəki ki, bütün ürəyi Azərbaycan milli hərəkəti üçün yananlara deyirəm. Hər kəs paramparça bir tərəfə gedib Güney Azərbaycanın milli hərəkəti yerdə qalıb. Heç kəs bu yükü yerdən qaldırmağa çalışmır. Bu indi bizim net durumumuzdur. Burada nöqtəliyirəm, uzun tək başına danışmıyorum. Məsud bəy, bax bu dediyiniz problemlərin bir növ Güney Azərbaycanın hərəkat olaraq da bütövləşmə mübarizəsində müəyyən qədər geri planda qalması məsələsində də bu sıraladığınız problemlərin var olmasında əsas məqamlardan, əsas boşluqlardan birini lider boşluğunda görə bilərikmi biz? Çünki konkret bir siyasi fiqur, siyasi portret hələ də uzun illərdir, 10 illiklərdir ki, demək olar çizilə bilməyib. Bax, bunun arxa pərdəsində əsas problem nədir ki, bu baş verməyib hələ də? Əsas problem budur ki, bizim eşikdəki təşkilatların içəridə təmsil edəcək bir şeylə gücləri yoxdur. Əsas problem biz ki, bunları bu vaqiətdə bilirlər, onun üçün də birləşməyə çaba göstərmirlər. Əsas budur ki, bunların hər ətəyində o qədər bir-birinin üzünə, gözünə çırpacaq daş var ki, yəni biz özümüz bir-birimizin. Elə bir mənim, sizdən o qədər ato var əlimdə ki, artıq Cümhuri İslamı yaddan çıxıbdır. Artıq bizə düşmənlik edən Ermənistan yaddan çıxıbdır. Bizə düşmənlik edən İran yaddan çıxıbdır. Bizi paramparça etmək üçün süper güclər yaddan çıxdı. Bizi Turan projesindən caydıracaq, bizi Zəngəzur koridorusuna əngəl olacaq ölkələr yaddan çıxdı. Biz bir-birimizi düşmən görürük da başqa bir şey görmürük. Bizim əsas problemimiz özümüzük, Züleyxa xanım.
Ətəyimizdəki daşlardır ki, fürsət tapdıqca kim istəyə getsə qabağa daşımızı götürürük, Zülfiyə xanımı vuraq, Əhmədi vuraq, Məhmədi vuraq, Səmədi vuraq. Hamısı Güney Azərbaycan adamıdır ha. Deyirlər biz Güney Azərbaycan üçün mücadilə veririk. Amma daşları atanda biz bir-birimizi atırıq. Və mən də deyirəm ki, o qədər daş yığmışıq ətəyimizə. Artıq yeriyə bilmirik. O qədər ağırdır bu daşlar. Mən deyirəm psixoloji bu daşları töhmək lazımdır. Biz bir-birimizi hamımız eyni ola bilmərik. Birinin media gücü olar, birinin danışıq gücü olar, birinin yazma gücü olar, birinin savaşma gücü olar. Savaşan bilgili adamı qəbul eləmir, bilgili adam savaşan adamı qəbul eləmir. Tamam, paramparçılıqda sonuç budur. Bizi nə mənə qurtarar sorusuna cavab vermək lazımdır. Bizi ana xətt Güney Azərbaycanın gələcəyi və sonra da Azərbaycan dövləti ilə, Türkiyə dövləti ilə entegre olaraq onların təcrübələrinə dayanaraq addım atmamız. Onlardan da doğrudur. Bizə belə mesaj gəlir. Siz hələ özünüz bir yerə toplana bilməyibsiniz. Biz kimi yardım edək? Yəni kiminsin yandıraq? Kimə ağıl verək? Ağıl verək. Kiminlə dostluq edək? Kiminlə fikirdaşlıq edək? Düz deyirlər. Düz deyirlər. Bizdə bir böyük yoxdur ki, hər kəsə yapışa qolundan deyək ki, gəlin bir arada oturun, çünki biz savaşa gedirik. Və savaşdan sonra, zəfərdən sonra gəlin qənaim üstündə dava eləyəcək. Gəlin parti qurun, haqqınızı iadə edin. Gəlin o zaman bir-birinizdən giləyirsiniz, məhkəməyə çəkin. Amma indi məhkəmə zamanı bir-birimizi suslama zamanı deyil. Biz bunu hələ bu anlamda qalmışıq. Bunun çıxış yolu bizim böyüklərimizin əl-ayaq tutmasıdır və onun başında da Azərbaycan Türkiyəyə də bir uyarım var. Bugün Azərbaycandan, geçen programda bir şey dedim. Azərbaycandan Azərsel xəttindən zəh vururlar. Türkiyədə Türksel xəttinə bu Güney Azərbaycanlılara Pəhləvilərin yanında iqna etmək üçün çaba göstərir. Yəni içimizdə Bakıdan zəh vururlar Ankaraya və Türk düşmanlığını bu xətlərin üzərindən qururlar. Və biz çoxları da bunlar sezə bilmir ki, Bakıdan biri zəh vursa Ankaraya, illa ki ikisi də deyirlər ki, Türk coğrafiyasıdır. Amma düşmən bu xəttdə danışır. Bizim diqqət yetirməmiz budur ki, İranın gələcəyi, ərsə Pəhləvi olsa, xalq mücahidi olsa, Faslar olsa, bunu ap-açıq Cümhuri İslamdan 1000 qat Azərbaycana təhlükədir. 1000 milyon qat Türkiyəyə təhlükəlidir. 100.000 qat Türk dünyasına təhlükəlidir. Onda öz Azərbaycan və Türkiyə öz mənfəətləri üçün İranın gələcəyində öyünləri, sahaya yenməkləri lazımdır. Əllərin daşın altına atmaları lazımdır. Bizim siyasi adamlarımız bu işləri görməsi lazımdır. Pəhləvidən, mücahiddən, başqasından bizə heç bir xeyir gəlməyibdir, gəlməyəcəkdir. Bunu anlamaları lazımdır. Bunu bilmələri lazımdır. Amma orada da zorunluq çəkirik. Orada da bizi dinləyən yoxdur. Orada da bizə ağıl verən nə deyirlər? Gedin öz haqqı, bir para haqlarınızı əldə edin. Gedin məsələn deyim ki, sözə baxın Pəhləviçilərlə, Pəhləviçilər də yəni İsrail, siz orada gedin ana dilinizin eğitiminin haqqını qazanın. Yox. Həm bütöv Azərbaycan məfkurəsinə düşmənlər işlədilər, həm Turan məfkurəsinə düşmənlər bərabərdirlər, həm Türkləri paramparça etmə projesi həyata sürən süper güclər, bölgə güclər işlədilər və biz işlədəyik. Biz bunun farkında belə deyilik. Bunları dedim ki, hər kəsin farkında olsun. Biz hansı nöqtə, tarixin hansı nöqtəsində yaşayırıq. Bir dənə də bir şey deyim, sözü buyurun, buyurun. Zülfiyə xanım, bugün Xocalı faciəsinin fikrim 40-cı il dönümüdür. Bəli. O faciənin ölənlərinin, 33-cü. düşməsinin, o ayaqlarının bağlanmasının videolarını video kasetdən DVD-yə, CD-yə mən özüm xoyda çevirdiyim yadımdadır. O səhnələri, o trajedini nə deyirlər, bütün ömrümdə heç vaxt ağlımdan geçməz. O film mənim elə içimdə yaşayır. Heç unutmuram ki, yeni tarixdə qardaş Türkiyəyə müraciət olur ki, oradakı insanları qurtarmaq üçün bir helikopter göndərin. Nə olur? Helikopter deyir ki, gedin qardaş, şiə olan İrandan istəyin. Halbuki burada o sözü deyən adamlar adlarını aparmıram, tarix bəhsinə girmirəm. Özləri bildir ki, İran bu qətliamda Ermənistanın yanında durmuşdur. Doğru mu? Bəli. İndi o qətliamı ağlayanlar, böyünləri bu da mərasim tutanlar neçə yerdən mənim özümü də bu Türkiyədə dəvət ediblər.
Ama heç bir Güney Azərbaycanda indi bu qədər tutuklananlar, itkin, batkin olanlar, edam cəzasını gözləyənlər, onların haqqında heç bir ayaqlarını belə, gözlərini belə, dodaqlarını belə tərpətmirlər. Yəni müntəzirdirlər 10 ildən sonra Xocalı faciəsini, Güney Azərbaycan faciəsi kimin, sonra 10 ildən sonra Güney Azərbaycan faciəsində Xocalı faciəsini dalınca biz bu da əzizləyək və deyək ki, şəhidlərinə rəhmət deyirik. Amma biz gözümüzün önündə bu faciənin yaşandığının fərqində deyilik. Biz Güney Azərbaycan, Quzey Azərbaycan, Türkiyə, aydınları, gazeteciləri, siyasətçiləri burnumuzun ucunu görmürük. Gözümüz açıqdır, amma heç halda fərqdir. Bəlkə burası biraz acı oldu və duygusal oldu. Amma bu dərddir. Biz fəlakət ki, gözümün önündən onu görmürük. Fəlakət ki, yaşamışıq, ondan da heç dərs çıxarmamışıq. Boşu-boşuna gözlərimizi yaşadırıq. Boşu-boşuna gül çiçək götürürük onların məzarına. Onların ruhu bizim gül çiçəyimizə ehtiyacı yoxdur. Onlar öldülər ki, bizə dərs çıxsın. Hanı dərs? Hanı bu faciə içindələn gülü, bütün Türk dünyasının ortasında faciə yaşanır. Hər kəs əlini uzadıbdır. Hər kəs bizim coğrafiyasını, bizim kimliyimizi, bizim torpağımızı ona-buna satmağa Avropa ölkələri, Amerikadan belə əllərini uzadıblar. Özdə bizim coğrafiyanın içində əllərini uzadıblar. Biz o coğrafiyanın içində onların əlinin üstündən vura bilmirik ki, çək əlin qardaşım. Bu mənim vətənimdir, bu mənim torpağımdır, bu mənim soydaşımdır. Bu torpaqda Türk yaşayıbdır. Onun torpağını kimsəyə vermərəm, özünü kimsəyə vermərəm. Deyən dil, deyən, danışan cümlə, quran, söz, ağız. Kim kilitləyib bizim ağzımızı? Kim bizi bu çaldı cəmbəl edib ki, heç fərqində deyilik ki. Onun üçün faciələr, Xocalı faciəsi bugün Güney Azərbaycanda davam edir. Bilmirəm bəxtimiz var, yox. Varsa, sorunuz varsa deyil. Mən burada nöqtəliyirəm. Əslində vaxtımız yetmək üzrədir Məsud bəy, amma çox önəmli məqamlara həqiqətən də toxunmuş oldunuz. Çünki bu tarixi bizim xatırlamağımıza və bilməyimizə ən azından ehtiyacımız var. Düşmənlərimizi adıyla tanımağımıza ehtiyacımız var ki, yenidən bizim birliyimizə, bütövlüyümüzə qarşı, suverenliyimizə qarşı bu cür soyqırımları həyata keçirən, bu təhdidləri həyata keçirən, vandalizmi həyata keçirən o düşmənlər eyni tarixi bundan sonra da təkrarlamasınlar və bunun yeganə çıxış yolu isə yenə də həmrəylikdən, birlikdən, bütövlükdən və ideoloji xəttin gücləndirilməsindən keçir. Son olaraq demək istədiyiniz məqamlar varsa sizə vaxt tanıya bilərik. Keçsə ilə dediyiniz kimin, hənəmdən gedənləmək kimin biz o birlikdən söhbət edirik. Mən o bir çox sözlərin içi boş olduğunu bilirəm. Bir çox təcrübələrin, bir çox öğütləri işi böyünləri verirlər. Çox deyirlər, oxumuşuq, bilirmişik. Mən aman pratikdə görürəm ki, bunlar özləri o dedik sözlərə heç inanmırlar. Biz elə bir dəhşəti yaşayırıq ki, elə bir ağıl soyqırımı yaşayırıq ki, elə bir ruh kimliyimizi içimizdən çürüdüblər, gəmiriblər ki, bunu savaşda əldə edə bilməyəcək. Biz bunu bu millət məşvəsi üçün bu psixolojinin alt elməmiz lazımdır. Çünki dərdi tanımasaq, yaranı necə bağlamağı bilməsək, yaranın qabağını alarsan, yara çönər içinə, qan içinə axar. Biz indi içimizə qan axır, Zülfiyə xanım. Onun üçün bilgin adamlara səs çıxarsınlar, danışsınlar, bağırsınlar. Çünki biz zulm altındayıq. Bu zülmü qurtulmaq üçün də içimizdəki o zülmü yaşatmamamız lazımdır. Biz zalim olmamamız lazımdır. Biz qardaş olmamız lazımdır. O birliyi o zaman qururlar. Hamımız əl-ələ verməmiz lazım. Biz zəifik. Amma bir araya gəlsək bizim gücümüzün qarşısında kimsə çıxanmaz. Mən buna belə kullu bir vücudumla, inancımla, ağlımla, ruhumla inanıram ki, biz hamıdan güclüyük. Amma hamıdan indələn zəif. Cümləyə bax, həm güclüyük, həm də hamıdan indi sıradan belə millətlərdən 200 min, 300 min cəmiyyətlər var, biz onlardan zəif. İndi o birliyi, o gücü necə ortaya qoyacaq? Hamımızın boyundadır. Bir dənə Məsud Taranın boyunda, Zülfiyə xanımın boyunda, televizyonun boyunda deyil. Hamımızın boynunadır ki, bu birliyi yaşadaq. Bu birliyi üçün çaba göstərək. Bu birliyi üçün ev sahibliyi yapaq. Bu birliyi üçün əlimizi daşın altına qoyaq. Bəli. Bu qədər. Minnətdarıq sizə Məsud bəy, həm dəvətimizi qəbul etdiyiniz üçün və
çox önəm daşıyan millətimizin bütövlüyü naminə, gələcəyi naminə, dövlətçiliyimizin gələcəyi naminə olduqca böyük önəm daşıyan o çağırışları, təklifləri həm də dilə gətirdiyiniz üçün. Ne demek, sağ olun. Sağ olun. Bəli, əziz izləyicilər, beləcə bu dəfəki buraxılışımızın da sonuna gəlmiş olduq və elə az öncə Məsud Arayın da qeyd etdiyi kimi bugün 25 fevral tarixi 92-ci ildə tam 34 il öncə Xocalıda Ermənistan Silahlı Qüvvələrinin Rusiyaya məxsus 366-cı moto atıcı alayın iştirakı ilə Xocalıda yaşayan dinc əhaliyə, insanlara soyqırımı həyata keçirməsinin il dönümüdür və bu soyqırımda həyatını itirmiş, həlak olmuş soydaşlarımıza, necə deyərlər, Allahdan rəhmət dilirik və hər zaman onların əbədi xatirəsini, belə desək, xatırlamaq bizim bir xalq olaraq həm də bir mənəvi borcumuzdur və dərin hüzn və ehtiramla eyni zamanda yad etmək də həm elə televiziya olaraq, həm hər bir vətəndaş olaraq düşünürəm ki, bizim borcumuzdur. Baxmayaraq ki, bugün artıq reallıqlar dəyişib, bugün biz onların həm də bir mənəvi olaraq, belə desək, qisasını almağı bacarmışıq, torpaqlarımızı işğaldan azad etməklə, Xocalıda Azərbaycan bayrağını dalğalandırmaqla, ancaq istənilən halda şəhidlərimizin ruhu şad olsun deyirik. Sizə isə bizi izlədiyiniz üçün və elə onlayn platformada da bizi bəyənərək, paylaşaraq dəstək verdiyiniz üçün minnətdarlığımızı bildiririk. Həftə içi hər gün Təbriz saatı 18:00, Bakı saatı 18:30-dan etibarən bizim mövqeni ilə bizim mövqedən eşidin. Gələn buraxılışa dək